Salam əziz izləyicilərim, bugün sizə payızın soyuq günlərində içimizi isidən dadı ilə könlümüzü oxşayan rengarenk şorba hazırlayıram. Əvvəlcə soğanı xırda doğrayıb qızıl rəng alana qədər qovururam. Sonra qışa hazırladığım xırda doğramış pomidoru əlavə edirəm. Doğranmış qırmızı və yaşıl biberləri yer kökünə əlavə edirəm. Mətbəxə elə bir ətir yayılır ki, payız sanki qazana dolur. Ardınca doğranmış ətləri əlavə edirəm. Biraz da qovururam. Sonra su və yumru düyə əlavə edirəm. Əgər istəyirsinizsə düyünün yerinə bulgur da istifadə edə bilərsiniz. Hər ikisi şorbaya xüsusi dad qatır. Ən maraqlı hissə 4 ədəd qışa saxladığım alça. Bu alça şorbaya həm turşməzə dad, həm də füsunkar ətir verir. Qazan qaynadıqca tərəvəzlərin rəngi açılır. Ətin dadı suya keçir və nəticədə ortaya çıxır. Rəngarəng, ətirli və inanılmaz dadlı bir şorba. Soyuq havalarda bu şorba həm bədəni, həm ruhi isidir. Siz də evinizdə hazırlayın, ailənizlə birlikdə bu dadı paylaşın. Videonu bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. Hələlik.